Orada kim var? Her kimsizse sizi orada bağlayacağım. Köməkləyin! Andrea! Köməklə! Salam, gizlənqaç oynayaq? Yenə də. Dendi. Yaxşı. Lazım deyil. Hər şey yaxşıdır. Gedək. Gəl. Belə. Bax belə. Gəl. Mənimlə uzamaq istəyirsən? Bax belə. Bura uzan. Kışkıran kimdi? Köməkləyin, açın qapını. Andrea, Kim kışkırır? Andrea! Andrea! April. Ata, bura!
Ne olub? Andreya nəsə olub? Ona ne olub, hə? Andrea, Lənət şeytana. Başa salın görün burada ne baş verir. Qorxu deyəndə qaçılmaz təhlükə zamanı narahatlıq və vahimə hissi nəzərdə tutulur. Qərb Universiteti, Wakefield. Ruh, kabus ya da başqa bir varlıq, bunların hamısı qorxudan qidalanır. Baxın, indi gördüyünüz adam Morris'ti. Franko-Kanadalı fermerdi. Cəmi 3 sinif oxuyub. Bütün bunlar baş verəndə o latınca istənilən professor ötəcəyə qədər səlis danışmağa başlayıb. Uşaq vaxtı Morris'i doğma atası vaxtı hərdən də işgəncə verilmiş. O böyüyəndən sonra isə onun içinə iblis girir. Onun gözlərinə baxın. Görürsüz, gözlərindən qan axır. Bundan sonra isə bədənində çevrilmiş xaçlar əmələ gəlməyə başladı. Yaxşı Drew, işığı yandır. siz özünüz eksorsizm prosedurunu eləmisiniz? Mənim səlahiyyətim yoxdur, amma dəfələrlə kömək eləmişəm. Eksorsizm təkcə qurban üçün yox, həm də yaxınlıqda olanlar üçün də təhlükəli ola bilər. Aydındır? Bəs Morris indi necədir? O arvadını öldürməyə çalışırdı. Onun əlindən yaralanmışdı. Sonra isə özünü vurmuşdu. Morris'in çox ağır taleyi var idi və uğrunda yaşanacaq heç kimi yox idi. Və heç bir eksorsist onu normal həyata qaytara bilməzdi. Biz iblisi aktivliyin 3 pilləsinə yaxınlaşmışıq. Yoluxma, dəf etmə və cismə hakim olma. Yoluxma elə bir mərhələdir ki, səslər, pıçıltılar, kiminsə addımları, varlığı eşidilir. Bu mərhələ sonda dəf etməyə keçir. Yəni ikinci mərhələyə. Bu mərhələdə qurban, yəni ruhi cəhətdən ən zəif insan iblisin hədəfinə çevrilir. Qurbanı qırırlar, onun iradəsini sındırırlar. Və qurban tamamilə zəifləyəndə son 3-cü dövr başlayır. Yəni cismə hakim olma. Bu sonuncu mərhələdir.